Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, sizi salamlayıram. Şəşkərinin Qorxmuqçay sakini Məmməd Ramin İçmədoğlu. Bu günlərin 29 yanvar 2025-ci il tarixində Qorxmuq kəndində namizədliyini irəli sürən şəxslərdən biri Məmmədov Ramin Hikmədoğludur. Dəfələrlə çıxış eləmişəm, Azərbaycan Respublikasında buna baxan yoxdur. Qanun pozuntuları baş ardı gedir. Bələdiyyə seçkisində belə qərara gəldim ki, namizədlərimi irəli sürən müddətdə Qorxmuq kəndində mənə üstünlük olduğu üçün Qorxmuq kəndinin sakinləri səs verməkdə məni seçim etdilər. Mən özüm müşahidəçidə qoydum. Buna baxmayaraq Qorxmuq kəndində saxtakarlıq baş ardı gedir. Saxtakarlıq bu cür Qorxmuq kəndində iftixar deyən şəxsə heç kim səs vermirdi. Bu sadəcə olaraq müşahidəçilərlə özləri yazıb saxtakarlıqla Qorxmuq kənd məktəbində 373 səs iftixara çıxıb, Qorxmuq icra nümayəndəsi İbrahim müəllimin iştirakına olan yerdə 368 mənim faktı hal-hazırda qutuya salınan seçicim 120 ədəd olaraq faktı təsdiq edir. Amma bu qutu açılanda 57 də ədəd olur. Bu nə deməkdir? Bu Azərbaycan Respublikasında qanun pozuntusu yaradır. Bu ilə bağlı mən dəfələrlə çıxış eləmişəm, müraciət eləmişəm Azərbaycan Respublikasının Prezidentinə, cənab İlham Əliyev. Sən deyirsən, vızıb verin. Sənin polisin də bu işə baxmır, sənin prokurorluğun da bu işə baxmır, MT-nin də bu işə baxmır. Biz bu orqanlara kim baxır? Bu saxtakarları kim yığışdırır? Bu ilə bağlı mən neçə çəkilişim var, cənab Prezident. Bu saxtakarlığa son qoyulsun. Xahiş edirik artıq dərəcədə. Qorxmuq kənd sakinləri vallahi billahi məni çox seçdilər. Seçimdə, iclasımda da çox xoşladılar. İftixar deyən şəxsin saxtakarlığı eləyən bizim orada komisarlar oldu. Yəni başqa adamda saxtakarlıq olmadı. Cənab Prezident, cənab Vilayət Eyvazov, cənab Kamran Əliyev, bu işlərə qol qoyun, valla. Bu insanların hüququ pozulur burada. Yəni, ən çox da burada rol oynayan Qorxmuq kənd icra nümayəndəsi, heç kimi qorxmuram deyən, ki, heç kimdən qorxmuram, get əlinə nəcəd et deyən Zeynal müəllim, İbrahim müəllim, bu saxtakarları mən sizə bir ayda söyləyirəm. Bu işlərə son qoysunlar. Bunları kənd cəmaat istəmir bu saxtakarlığı. Cəmaat məni serkibdir. Niyə bu işlərə son qoyulmur? Cəmaat seçimdə bugün mənəm yüksək. Mənim adım Qorxmuqdan çıxmır, qutudan. Niyə çıxmır? Çünki burada İbrahim müəllimlə Zeynal müəllim var. Saxtacaq. Qorxmuqlu qıraqlıya, Qorxmuq kəndi qıraqlıya ses verməkdir. Qıraqlıların üstündür səsi. Məndən qat-qat üstündür. Saxtakarlıq mən bu ilə bağlı tarixiyədir. Kamran müəllimə çox sağ olsun, minnətdarlıq edirəm, çox var olsun. Gecə bu vaxt bunu narahat elədim. Dedim ki, belə dedi, Ramin narahatçılığı yoxdur, gələsən araşdırarıq. Ona minnətdarlıq bildirirəm. Yəni, saxtakarlıq böyükdür. Xahiş edirəm polis əməkdaşlarından, prokurorluqdan, MT-dən, MT deyəndə vaxt var idi, qorxu var idi. Bugün MT-nin adı keçirir, icra məmuru sayılmır. Cənab Prezidenti, xahiş edirəm artıq MT-ni qalxız ayağa, tərpənsin, bu saxtakarları ortadan götürsün. Zeynal müəllimi, İbrahim müəllimi, xahiş edirəm. Çox sağ olun, minnətdarım. Bu xahişimi də yəqin ki, nəzərə alasınız.